hipofosfit turşusu. Bakın hidrogen bir əsaslı dedi. Çünki bir hidrogen oksigen vasitəsilə mərkəzi atoma birləşib. Amma yerdə qalan iki hidrogen birbaşa mərkəzi atoma birləşibdir. Ona görə bax biz bu hidrogenləri mərkəzi atomdan qopara bilmirik. Ancaq oksigen vasitəsilə birləşən hidrogenin mərkəzi atomdan uzaq olduğuna görə biz onu rahatlıqla qopara bilirik. Ona görə bu bir əsaslı turşudur. İkinci H3PO3. H3PO3. Buna isə iki əsaslı dedi. Onda iki dənə hidrogen oksigen vasitəsilə mərkəzi atoma nədir? Birləşdi. Və bir hidrogen isə mərkəzi atoma birbaşa özü birləşdi. Ona görə də iki hidrogen oksigen vasitəsilə birləşdiyinə görə burada da yalnız ikisini əvəz edə bilir. Deməli bu turşunun adı isə hipo yox, eləcə fosfit deyəsiniz. Fosfit. İndi gəlin baxaq görə turşular tərkibinə görə neçə yerə bölünür? Demək, tərkibinə görə baxın. Oksigensiz oksigenli, oksigensiz oksigenli. Onda tərkibinə görə nə yazarıq? Tərkibinə görə oksigensiz, bir də oksigenli. Oksigensiz turşuların sonu idlə qurtarır, id şəkilçisi ilə. Oksigenlilər isə iki cürdür. Əgər oksigeni azdırsa, id şəkilçisi ilə, çoxdursa, at şəkilçisi ilə bitir. Məsələn, baxın, tükürdüm burada mən 3 dənə turşusunu yazmışam. Gəlin baxaq. Oksigensizdir. H2S. Deyəcəyik sulfid. Sonu idlə qurtardı. İkincisi H2SO3. Daha sonra H2SO4. Baxın, oksigeni azdırsa, deyirsiniz sulfid. Oksigeni çoxdursa, sulfat. Daha sonra əsaslarına görə böldük, tərkibinə görə böldük. Bəzən elə olur ki, eyni dərəcə göstərir mərkəzi atom, amma özünə müxtəlif sayda oksigen birləşdirir. Yəni görək onda necə adlandırılır. Məsələn, yazıram HPO3, H4P2O7, bir də H3PO4. Baxaq görək, fosfor müsbət 5'dir bütün birləşmələrdə, yəni yazdığımız bu birləşmədə. Müsbət 5'dir, müsbət 5'dir. Ancaq gəlin baxaq görək, mərkəzi atom fosfordur. Burada bir fosfor 3 oksigenle. Burada 2 fosfor 7 oksigenle, yani 1 fosfor 3,5. Burada 1 fosfor 4 oksigenle. Bakın oksigen harda azdı? Burada. Azdırsa meta. Orta miqdarda birləşdirirsə piro. Maksimum birləşdirirsə orto. Sözləri əlavə olunur. Şimdi bakın adlandırsa piro fosfat. Metafosfat. Piro fosfat. Orta fosfat. Bu nə vaxt olur? Dərəcələr eyni olanda. Bəzən elə olur, dərəcələr də müxtəlif olur, oksigen sayı da müxtəlif olur. Onda gəlin görək, necə adlandırırıq? Məsələn, yazıram H-xlor-O, H-xlor-O2, H-xlor-O3, H-xlor-O4. Baxın, xlorun dərəcəsi müsbət 1'dir burada, burada müsbət 3'dür, burada müsbət 5'dir, burada isə müsbət 7'dir. Baxın, dərəcələr də müxtəlifdir, oksigenlərin sayları da müxtəlifdir. Belə olanda, minimum dərəcə az oksigen sayı olanda hipo, maksimum dərəcə maksimum oksigen sayı olanda per. Ön şəkilçilərini əlavə edirsiniz. Baxın, xlor O2 oksigeni azdırsa xlor id, oksigeni çoxdursa xlor at. Bu zaman deməli per xlor at belə adlandırırıq. Bu isə hipo xlor id şəklində adlandırılır. Deməli qeyri-metalların əmələ gətirdiyi turşular haqqında bu qədər. İndi gəlin metalların əmələ gətirdiyi turşulara baxaq.